Hər birinizi salamlayıram dəyərli izləyicilər, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli, bu gün Azərbaycan toylarında, yəni Azərbaycan toyunda baş vermiş gülməli bəylə gəlin davalarına baxacağıq. Yəni bol mübahisəli bir video olacaq. Davamını istəyirsə videomuza like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Videomuz biraz qısa olacaq. Sizdən xahiş edirəm ki, sonuna qədər baxıb like atıb, yəni bizə dəstək olmağı yaddan çıxarmayın. Qısa da mən neyniyim uzun olması üçün. Nə qədər uzun tutmağa çalışsam da, yəni qısa alınır. Videonu çox uzatmağın da yeri yoxdur, çünki maraqsız olur elə. O qaleriya sardadır, girim mən indi baxım reaksiya verim. Ayda, ala bu. Qaleriya yoxdur, ala Redmi-də. Redmi A5-də qaleriya yoxdur. Tüfürüm belə verilişə InShot-la girib baxaram. InShot tez açıldı bunda. Qardaşımın telefonudur. InShot-dan baxıb reaksiya verəcək videoya. Telefonda qaleriya yoxdur. Deyəsən fotolar var, onu da tapmadım heç. Gizlədib deyəsən. O, video çox köhnədir. Bəy çox əsəbi görünür. Burada 100% dava düşəcək. Oy, bəy nəsə xoşuma gəlmir ha, çox əsəbi davranır. Ayda, toylarda ən çox dava elə bu tortun üstündə yaranır. İndi tortun üstündə bir mübahisə olacaq. Oha, nəsə dedi qulağına. Toy o qədər köhnədir ki, baxın, səsi belə, yəni səs keyfiyyəti də gedib. Çox uzatdılar elə bir. Ayda. Dava yaranacaq indi. Deyəsən gəlin bəyi burada aldadır. Tortu ağzına verəndə, tortu deyirəm. Bəy belə eləyir, sonra bəy biabır olur deyəsən, tortu tuta bilmir, nə sonra elə dava yaranır. Bəy deyəsən stolu təpik vurur. Təxmini belə bilirəm. Ayda, bax odur. Tortu yerin yatdı. Ən yaxşısı özü yesin, vallahi etibarlı, güvənlir. Çox dava olmadı burada. Oy, barmağını dişlədi deyəsən. Ayda, ay yazıq, barmaq getdi. Bu Azərbaycan toyuna oxşamır axı. Bir tərəfdən oxşayır, bir tərəfdən nə bilim. Köhnə toylar belə olub, bilən varsa şəhərlərdə yazsın. Mahnını yoxsa üstünə qoyublar, yoxsa toyda iPhone-la mahnıdır, nə bilim. Onu bilirəm ki, arada barmağı getdi. Yenə tort teması deyə. Bu çox əsəbi görünmür. Oy, yox o kişi, bu hamısının əsəbi oldu bu səfər. Səhv salmışdım, birinci dava ilə bunu qarışdırmışdım mən. Burada stolu təpik vurur. Axşamınız xeyir olsun, hörmətli qonaqlar. Sizlərin hər birinizi doğma Sumqayıtımızın. Oyda, o maşına bax. Mercedesli maşın. Maşının arxası niyə balacadır, yığılıb nədir? Ay, burada da dava eləməyin də daha. Davanın səbəbi nə ola bilər belə davanı? Bəy deyir ki, kəs onu. İnşallah yaxşı olar. Bir videomuzun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz.